o şəxslər ki, özlərini sələfə nisbət edirlər. Özlərini sələfə nisbət edirlər. Yəni ki, sələf alimlərini qəbul edirlər. Sələf alimlərinə etimad edirlər, istinad edirlər. Amma baxmayaraq ki, özləri də belə ircalıq bidətinə düşüblər, ümumilikdə yəni. Yəni bunlar qalxıb deyə bilərlərmi ki, Muhammed İbn Abdülvahhab təkfirçi idi? Cürət eləyə bilərlərmi buna? Muhammed Abdülvahhab qəbirlərə, daşlara, ağaçlara, seyidlərə ibadət edənləri təkfir edirdi. Hətta onlar la ilahə illallah deyib namaz qılmalarına baxmayaraq. Onların la ilahə illallah deyib namaz qılmalarına baxmayaraq Muhammed İbn Abdülvahhab onları təkfir edirdi. İndi deyin təkfirçidir Muhammed İbn Abdülvahhab. Ne demirsiniz? أحسن الله إليكم. يقول أشكل علي قول الإمام محمد بن عبد الوهاب رحمه الله في رسالته إلى أهل القصيم بأنه لا يكفر ابن عربي ولا ابن الفارض. تكفير المعين، هذا تكفير المعين فيه خلاف، لأنك لا تدري ما يختم له، لا تدري ما يختم له، لكن تقول هذا ضلال، هذا خطأ، هذا أو هذا كفر، قل. لكن تقول إنه كافر وأنه مصيره إلى النار، ما تدري عن خاتمته. هذا وجهة نظر الإمام محمد، هذه وجهة نظر كثير من الأئمة، أن تكفير المعين لا يجوز، لأنك ما تدري ما حاله لا تدري ما خاتمته وما يموت عليه. نعم. أحسن الله إليكم. يقول نريد من فضيلتكم كلمة توجيهية لطلاب وأساتذة. لكن مذهب ابن عربي كفر، مذهبه كفر وضلال، وحدة الوجود. أما هو شخص تحكم عليه أنه مات على الكفر، هذا هو اللي فيه توقف كبير. نعم. Sadəcə alladırlar. Onların üsulu başqadır, bizim Əhl-i-Sünnə və Cəmaətin üsulu başqa. Şeyxin bu sözü Muhammedin. Bu olan belin qırır. Deyir ki, Şeyx Əhməd Bədəvinin, Əbdülqadir Ceylaninin qəbrinə ibadət eləyənləri təkfir eləmirəm. Bəs nə deyək? Necə, nə deyək? Müsəlman. Müsəlmanda sadəcə əmrində şirk var. Cahildir. Müşrik nədir? Nə vaxt deyəcək? Hüccət çatandan sonra, ona bəyan olandan sonra. Hələ deyir, kim küfr edib, dərhal kafir. Kim şirk edib, dərhal müşrik. Xavariclər aydındır, onlar təfsilata varmırlar. Onlar təfsilata valsaydılar, haqq olaraq onlar təfsilata varmırlar təkfirdə, onlar təfsilata varmırlar hakimiyyədə, onlar təfsilata varmırlar çox şeydə. Onlar birinci, insan kimi götürsək, insan kimi, normal insanlar deyil. Çünki normal fikirli adam, sağlam fikirli adam heç vaxt xavariclərin yanına gedməz. Gedibsə deməli problemi var. Ya işləyir, ya da problemi var.